Salam əleykum dəyərli izləyicilər. Bugünkü bitkilərimiz fikusdur. Gördüyünüz kimi bir-birindən fərqli yarpaqları olsa da, görünüşləri bir-birindən fərqli olsa da, bunları birləşdirən bir dəyər var. Hamısı fikusdur. Bəli, bu fikuslarımız qulluqları, baxımı sadə olan bir bitkilərdir. Hər evdə tövsiyə olunan bir bitkilərdəndir. Bugünkü yağışlı gündən də inşallah istifadə edərsiniz. Xüsusən də aprel yağışı fikuslarınızı və yaxud da ki, digər güllərinizi yağışın altına qoyub onları gözəl şəkildə sulaya bilərsiniz. Gördüyümüz bitki fikus abidjandır, fikus dekordur və buna bənzər fikus robusta da var. Birəbir bənzəyir, biraz fərqi var. Digər videoda izah eləmişdim. Fikus Benjamin Starlight'dır. Digər Benjamin Danielo. Fikus Elastica Schwinera. Fikus Elastica Ruby. Buna demək olar ki, bənzər kopya. Belize var. Tineke. Burgundy. Black Prince də buna bənzəyir. Bir-birinə bənzər fikuslardır. Elastikanın demək olar ki, hər rəngi məndə var və yaxud da ki, bunu da əlavə edeyim. Deməli, 3 colors var ki, başda Tineke kimi çıxır, sonu isə Ruby kimi davam edir. Demək olar, hər biri var. Bir altisma istəyərdim inşallah, məndə də olsun. Altisma və altismanın xüsusən də yellow. Əgər kimdə varsa, əlaqə saxlasın. Ondan da götürmək istəyərdim. Və budur fikus liratamız. Bu bitkimiz də Allahın köməyi ilə bugün yaxşıdır. Fikus liratanın bambino növü var və belə qıraqları ağ olan forması da var. İsmi bu dəqiqə yadımdan çıxdı. Bu da çox gözəl bitkidir. Nəmişliyi daha çox sevir, oksigeni daha bol verir. Və burada mən bir-iki nüansa toxunmaq istəyirdim ki, bu fikus benjaminimiz, Daniellamız torpaqda əkilib. Fikir verirsiniz ki, bitkidə nisbətən zəifçiliyi var. Nə qədər qulluğunu da etsəm də, fikir verirsə, Starlight'a baxın, ona baxın. Bu torfda əkilib, o isə torpaqda. Ona görə məsləhətimiz həmişə torfda əkməkdir. Bunu da inşallah torfa əkəcəyik. Sadəcə olaraq sizə göstərməkdən ötürü çəkdim. Bu Schwinera ən sevimli gülümüzdür və görün, aprel ayında hətta gün işığı onun nəcinə qoyub yarpaqları. Bir-iki gün nəzarətsiz qaldığına görə olub bu. Və birbaşa gündən də çalışın, qoruyun. Amma gün işığını aldığın müddətcə bax belə gözəl rəngbərəng rənglər açacaqdır. Yoxsa rəng elə gözəl olmayacaqdır. Ümumiyyətlə inkişafı zəif olacaqdır. Bu isə digər güllərdə böyük bir, qlobal bir problem olan böyük qaba əkməmək problemidir. Amma fikus görürsünüzsə, fikusu belə qabda da tutuzdurmaq olur. Baxıma ona görə dediyim kimi çox sadə bir güldür. Və ikinci işıqda olmasına baxmayaraq yeni yarpağını açıb, inşallah yeni yarpaq yeni də açacaq. Və belə. İstədim öz evimdəki bağımla belə deyim, öz bitkilərimlə sizi tanış edim. Mənim ən sevdiyim güllərdən biridir fikuslar. İnşallah daha gözəl bitkilərlə sizin qarşınızda olacağam. Özünüzə yaxşı baxın, sağ olun, sağlam qalın.